Salam qızlar, bu mənəm Vəfa. Çoxdan da video çəkmirəm, çox həyəcanlıyam. Ümid edirəm həyəcanımı bağışlayarsınız. Bilirəm siz məndən makyaj videosu gözləyirsiniz, amma mən sizlərə yeni videom biraz yarışma xarakterli olduğuna görə yemək videosu olacaq. Yemək dediyim efli pirojnası eləyəcəm sizlər üçün. İnşallah, ümid edirəm ki, yaxşı alınacaq. Deməli, bizə bu pirojnanı eləmək üçün nələr lazımdır? Mən onları sizə göstərim. 5 dənə yumurta, mən qabaqcadan onları qaba qırmışam. Görünməz yerinə tək-tək göstərirəm. 175 qram un, daha sonra yarım stəkan su, yarım stəkan süt, 125 qram yağ lazım olacaq bizə. Biraz duz var bu qabın içində və balaca bir qazan lazım olacaq. Deməli, birinci proseduru sizə deyim. Ola bilər ki, hər detaylı videoyu çəkə bilməyim. Yəqin ki, başa düşərsiniz, mən bu videoları tək çəkdiyimə görə biraz məndə problem olur. Əvvəlcə nə edirik? Əvvəlcə bizə lazım olur, deməli, yarım stəkan südü tökürük qazana və onun üzərinə yarım stəkan görmüş olduğumuz suyu əlavə edirik. Və daha sonra 125 qram kərə yağı, bu margarin də ola bilər. Mən indi hal-hazırda margarin istifadə edəcəm. Amma kərə yağı ilə də edə bilərsiniz. Bütün qalan yağı da götürürük. Bu qarışımı, yəni belə deyək, süd, yarım stəkan süd, yarım stəkan su və yarım stəkan 125 qram yağı biz ocağın üzərində qaynadırıq. Tam qaynayandan sonra, bu hadisə 2-3 dəqiqə çəkəcək. Qaynayandan sonra bu görmüş olduğunuz 175 qram unu 1 dəqiqə, maksimum 1 dəqiqə yarım olmaqla qarışdırırıq. İndi mən sizə yəqin ki, birbaşa videonun artıq qarışmış hissəsini göstərəcəm. Və qarışdırdıqdan sonra mənim mikserim boş mumdur. Düzdür, seriyası bilmirəm hansı seriyadır, amma istəsəz ətraflı şəklini çəkər, paylaşaram sizə. Boş mumun içərisinə bu, görəcəksiniz yoxsam yox, xəmir qarışdıran ağızlıqla tək-tək yumurtaları əlavə edib çalacağıq və daha sonra bizim artıq efli pirojnasının, belə deyək, xəmiri hazır olacaq. İndi isə mən gedim bu qarışımı qazın üstündə qaynatmağa çalışım. Qaynadandan sonra sizə necə bir formada olmalıdır, onu göstərəcəm. Və görmüş olduğunuz kimi, bilməm, görəcəksiniz yoxsam yox, belə göstərim. Masa hazırdır qabın içində. Biraz qarışdırıram ki, istiliyi geçsin, yumurtanı pişirməsin. Haradasa heç bir dəqiqədən də az müddətə xəmir hazır olur. Su qaynayan kimi, unu tökən kimi zaten belə bir masa formalaşır. Və onu dərhal bu qabın içine alıram ki, soyusun. Soyusun ki, bizim yumurtaları pişirməsin. Və bir neçə dəqiqə kimi bunu belə qarışdırırıq. İstisi çıxsın. Tuzu qatmağı unutmuşum, sonradan da qatacağım. İndi isə son proseduru eləyirik. Bu prosedurda artıq qarışdırmış olduğumuz xəmirin içərisinə tək yumurtalarımızı əlavə edəcəyik. 2 yumurtanı bir qatıram. Və 3-cü potda qarışdırırıq. Yəqin ki, hər birimizin evində belə dondurma qaşıqları vardır. Yoxdursa da əldə edə bilərsiniz, elə də bahalı bir şey deyil. Və bizim xəmir qarışımımız hazırdır. Bilmirəm, görürsünüz içini yoxsam yox. Belə yapışqan bir halda xəmirdir və qadınızda birini nümunə üçün eləyib baxdım ki, görüm olur. Bəli, olur. Əvvəllər mən sıxma torbası ilə eləyirdim. Bu dəfə yenilik eləyəcəm və bu marojna qaşığı ilə eləyəcəm ki, əgər kiminsə evində sıxma torbası yoxdursa, bildiyimiz xörək qaşığı və bu qaşıq vasitəsilə eləyə bilər. Növbəti payı götürürəm və digərindən aralı şəkildə qoyuram. Bəli, o birisi də düşdü. Yenə həmçinin digər payı götürürəm və aralı şəkildə qoyuram. Əslində, burada mühüm olan bir-birindən aralı qoymaqdır. Biraz mən bəzilərini yaxın elədim. Ümid edirəm, mənim üzrə qara çıxartmazdır. Çünki çox böyüklər pişəndə.
və çox az bir hissəsi qabda qaldı. Əlimizi suya batırırıq. Aralar ki, səliqəsizdir, su ilə yumrulayırıq o hissələri. Və eklerlərimiz artıq hazırdır və padosu sizə doğru göstərirəm. Bu formada olur, bilmirəm görürsünüz yoxsa yox, biraz üzrlü sayın. Şəklini çəkib paylaşacağım. Və bunu 180 dərəcəli, ya da 200-ə də qoya bilərsiniz. Pecə qoyursunuz. Hardasa üzəri qızarana kimi qızarır və ondan sonra hansı temperaturda qoymuşuqsa pecə, o temperaturda deməli söndürürük. Və peç tam soyuyana kimi bunlar orada bişir və quruyurlar. Quruyandan sonra isə biz ikinci etap haqqında danışacağıq. Deməli, belə qızlar, eklerlərimiz hal-hazırda peçdə bişir. Üzərləri çox az qızarıbdır. Hardasa 15-20 dəqiqə olar bişir. Birazdan keçirdəcəm və tam soyana kimi gözləyəcəm. O soyana qədər burada 200 qram yağımız var, 200 qram qatlaşdırılmış südümüz var. Hardasa balaca bir çay qaşığı qədər zeytun yağım var və bir paçka vanilinim var. Mən zeytun yağını niyə görə istifadə edirəm? Bu bizim eklerin kremi olacaq. Bildiyimiz normal hamının ən asan bildiyi kremlə edirəm. Mən zavarlı kremlə niyəsə görə sevmirəm ekleri. Və bu kremlər hərdən olur ki, çürüyür və özünü toparlaya bilmir bu yağlar. Əgər hiss edəndə ki, yağ özünü toparlayamır, sulanır və parçalanır, onda zeytun yağı əlavə edirəm. Yox, əgər yağ normal keyfiyyətdədirsə və krem normal olaraq davam edirsə, bu zaman onu əlavə etmirik. İndi isə yağı əlavə edirik qaba. Çox az hissəsini götürürəm, tam yağ dadı verməsin deyə. Başlığı dəyişdim, krem eləyən başlığını qoydum bunun və knopkasını basdım. Startı basdım. Sonra start işləyirəm. 3-cü dərəcədə qarışdırıram. Bundan yağ özünü bıraxsın. Və yavaş-yavaş suşanımızı əlavə üzərinə vanilini əlavə edirik ki, yağın dadını öldürsün. Böyle çalınmağını gözləyib. Çox yaxşı şəkildə qarışır. Zeytun yağına heç gərək qalmayacaq. Əgər dediyim gibi siz görsəniz ki, krem parçalanır, bu zaman əlavə edirsiniz. Qızlar, deməli belə bizim bişli eklerlərimiz soydu, gördüyünüz formadadırlar, yumruqlar, amma pişəndən sonra bu formanı alırlar. Kremimizi şpisə yığdıq və götürürük ekleri və kremin aparatını içəri basırıq və kremi yığmağa başlayırıq. Getdikcə ağırlaşacaq və oradan biləcək ki, artıq kremlə dolubdur. Biraz belə eləyirəm ki, krem hər tərəfinə yayılsın. Biraz baş aşağı qoyaq ki, kremlər içəri doğru getsin və hər birini eyni qaydayla izləməyə demək.